İnsanın həqiqi və saxta kimliyi haqqında danışırıq. İndi də xülasə bu mövzuya işarə etmək istəyirəm. Neçə həftədir bu barədə danışırıq ki, insan gərək əvvəl mən kiməm sualına düzgün cavab tapsın. Şeytan burada çaşdırır adamı və bütün məktəblərin, əqidələrin, düşüncələrin əsas fəsadı bundadır ki, insanı özü haqqında anlaşmazlığa salır. Başa düşürsünüz? İnsana bir saxta kimliyi düzəldir. Deyir ki, sən busan. Sən bax busan, filan varlıqsan. Sonra da o kimliyə uyğun yol təklif eləyir sənə. Sən əvvələ qayıtmalısan ki, məni əvvəldə aldadıblar. O vaxt ki, deyiblər, mən məsələn canavaram, İnsan insanın canavarıdır, tərifi budur da insanın. Sənə təlqin edib, ondan sonra elə bir farmasiya təklif edir sənə ki, bu canavarsansa belə xoşbəxt ola bilərsən. Onda deyil, müqavilə lazımdır. Onda deyil, səni cilovlamaq üçün qanunla sən gərək əhatə olunasın. Çünki sən öz başına qoysun, sən yırtıcısan. İnsan yırtıcıdırsa o bir cür yaşamalıdır. Mələkdirsə başqa cür yaşamalıdır. Yəni, insan kimdir, nədir, gücü nə qədərdir, potensialı nə qədərdir, bundan başlamalıdır. Çaşqınlıq burada başlayır. İnsana saxta öz düzəldirlər. İnandırırlar ki, sən busan, ondan sonra insan deyir, buyamsa belə yaşamalıyam. Başlayır ona uyğun həyat tərzi seçməyə, ona uyğun yaşamağa, davranmağa. İnsan özünü tapsa, öz kimliyinə uyğun yaşayacaq. Şeytan gücünü səfərbər eləyir ki, saxta kimlik təlqin eləsin insana. Saxta, düzgün olmayan, kimliklər içində çaşıb qalırıq. Axı, mən kiməm, nəyəm? Səni azdırır orada. Səninki kimliyi səhv sənə təqdim elədi, təlqin elədi. Sən başlayırsan o kimliyə uyğun səhvdə həyat tərzi seçirsən və ona uyğun yaşayırsan. İnsan öz əzəmətini görsə, böyüklüyünü görsə, kim olduğunu tanısa, ona uyğun hədəf seçəcək öz üçün. Öz razmerində, öz ölçüsündə. İstəklərini düz müəyyən eləyəcək. Biləcək ki, mən nə istəyirəm əslində. Bilirsiniz, bir böyük istək gəlir, təhrif olur, balacaya çevrilir. İnsan özünə qaydanda görür ki, bu böyük istəkdir, gəlib belə təzahür eləyib. Bunun kökünə gedir, öz böyüklüyünü görür ki, istəyim, sən demə böyük şeymiş. Mən onu kiçiltmişəm, kiçik görmüşəm. O adam ki, istəkləri hamısı əlinin altındadır. Bütün arzularını yığ, hamısı əlinin altındadır. O adam cılız adamdır. Heç ayaq da lazım deyil ona. O xoşlayır ki, əlinin altından götürsün, yesin. Heç hərəkət eləməyəcək o. O qədər istəkləri cılızdır ki, cılız istəklər siz ayağa durub hərəkətə ehtiyac olmur, qalır gör nə qədər kiçilir bu. İstəkləri bunu kiçiltdi. Çünki özünü kiçik hesab elədi. Amma adamın istəyi biraz uzaqda olanda durur gedir. Biraz da uzaqda olanda görsən, məsələn, aya peyk göndərir, Marsa gedir, çıxır. İcad eləyir, düşünür də, deməli, hədəf Mars oldusa, ona uyğun da himməti olacaq, səyi olacaq, çalışacaq. Hədəf böyüdükcə səy də ona uyğun olur, çalışmaq da ona uyğun olur, ona uyğun addımlar da atılır. Hədəfin böyüklüyü üçün adam əvvəl özünü tanısın ki, mən böyüyəm, sonra kiçik hədəfə qane olmaz. Passivləşir insan. Kiçik hədəflər onu cılızlaşdırır. İçindəki potensial, yenə deyirəm, hər şey əlimizin altında olsa, gəzməsə ayağımız yatacaq. Elədir? Bu ayaq var idi gəzmək üçün. Doğulandan hər şey ehtiyacları oturduğu yerdə təmin olsaydı, ayaq gücdən düşəcəkdi, deməli, ayağı itirdi. Biz nə qədər mənəvi ayaqlarımız var içimizdə itiririk. İflic eləyirik, çünki onu dalca durub getmirik. Gərək hədəf olsun ki, bu ayaq işə düşsün, getsin ona tərəf. Nə qədər ayaqlar var ruhumuzda ki, yatıb. Bizə lazım olan ayaqlar işə düşüb, bir neçə addım gedirik. Amma bizim içimizdə o güclü ayaqlar var ki, onları istifadə eləməmişik, iflic vəziyyətdə qalıblar. Hədəf böyük olanda ona doğru çalışır insan, səy eləyir. Gəl insan özünü tanısın. İnsan kainatdan böyüdür.
Müasir dünyada sizcə nə baş verir? Məncə bu baş verir ki, hədəf ki mütənasib deyil insana. Müasir dünyanın insana təyin elədiyi hədəf insan ruhuna mütənasib deyil və insan artığını verə bilmir insana və onlar özləri də buna etiraf edir. Ki artıq bir stimul yoxdur bundan oyanan nəyə? Bir vaxtı stimul yaratdılar, müəyyən ictimai münasibətlər, sistemlər insanı vadar elədi ki, daha üstündən. İndi gəlib deyir, ora çatıb dayanan nöqtədədir. Çünki də artıq insana özündən aşağı hədəflər müəyyən eləmiş. Həvəsdən düşür, hərəkət eləyə bilmir. İnsan özünə uyğun hədəf tapsa, bütün istedadları işə düşür insanın. Təlaşı çoxalır. İnsan mizana çatır. Mizan. Mizan bilirsiniz nədir? Deyirlər, qiyamət günü mizan olacaq. Kartoşka, üzr istəyirəm, tərəzisi deyil ki, soğan tərəzisi deyil o. Bura əməl qoyulurlar, bura nə? Yox. Mizan bilirsiniz nədir? Mizan sərmayə ilə qazancın hesablanmasıdır. Mizan budur. Sərmayə nə qədərdir, qazanc nə qədər? Ticarətdə, saadətdə belə deyil. Sərmayəyə uyğun qazanc müəyyən olunur. Bir adam ancaq əldə elədiyini hesablasa bilməz ki, ziyan eləyib ya xeyr. Məsələn, əlində pulla gəlir, deyir, bu gün ziyan eləmişəm. Uşaq başa düşmür, deyir, pul qazanmışsan axı. Demir ki, sərmayəmin müqabilində bu itkidir. Mən sərmayəmin müqabilində gələk bu qədər qazanım ki, qazanc hesabı olunsun. İnsan, səhvimiz bizim bundadır ki, həmişə. Niyə biz məğrur oluruq? Özümüzdən razı oluruq. Ona görə ki, əldə etdiyimizə baxırıq, sərmayəmizə yox. Sərmayə müqabilində əldə etdiyimizlə müqayisə eləsək, indi sevindiyimizə görə kədərlənərik. Nə əldə edə bilərdim, nə etdim, bu müqayisədə insanın kimliyi bilinir. Ancaq savabları bu sayı, deyəcək, sonra məndən yaxşı adam yoxdur. Amma hesablasan ki, mən nələri edə bilərdim, hara çata bilərdim, çatdığın nöqtəyə baxanda görürsən ki, sevindiyin əslində sənin zəif yerindir. Sən buna qəmlənməlisən. Müsibət, yasa batmaq əvəzinə sən toy eləyirsən, şadlanırsan. Çatdığın nöqtə sənin ziyan nöqtündür. Sərmayəyə baxanda bilinir. Sərmayə nədir? İnsanın daxilində kimliyidir. Adam təkcə qazandığına yox, nəyi itirib bunu qazandım? Nə sərf elədim bunu qazandım? Onu hesablasa bilər. Bir kitabda oxuyurdum, bir tacir deyir, əntik əşyalar satırmış, qədim əşyalar. Sonra deyir, işini dəyişməli olur. Orada da bahalıq olur da. Deyir, bir iki dənəsini saxlayır, çox bahalı bir qab, bir dənə də, bilmirəm, kasa. Bir qab, bir kasa saxlayır ki, dar günümdə çox bahalı olur da, qədim əşyadır, qədim. Çox bahalı olur ki, dar günümdə deyir, bundan istifadə eləyərəm. Bir gün səfərə gedir, anası, qoca anası qalır evində. Qabaqlar da belə adamlar var ki, bu köhnə əşyaları alardılar. Bir kişi gəlir, cəmaatdan alır da evdə köhnə samavardan nədən var. Bu arvada da yaxınlaşır, deyir ki, köhnə kuruş nəsə bir şey evdə var. Deyir ki, yox, bizdə hər şey təzədir. Deyir, bir bax da. Deyir, hə, gedir padvala, zirzəmiyə baxanda, görür orada bir köhnə bir qab var, bir dənə də kasa. Deyir, bu qalıb, yazıq oğlum, ehtiyacılar falan var, aparım bunu verin bu kişiyə, görüm təzə bir şey versin. Kişiyə gətirəndə kişi deyir, baxır, deyir, mütəxəssis daxı bilir. Amma özünə ayır qoymur, deyir, da ürəyi sındırmıram, götürürəm bunu səndən. Götürür, əvəzində bir iki dənə təzə qablardan verir ona. Arvad deyir, sevincəyə qayıdır. Bunu Ustad Səfainin kitabında yazır. Bir mövzu ilə bağlı yazır. Elə bu mövzuya da tətbiq eləmək olur. Deyir, gəlir, oğlu səfərdən qayıdır, arvad sevinə-sevinə gəlir, deyir ki, bu köhnə arvadlar başqa evin dirəyidir, indikilərlə ancaq ərlərindən nəsə qazanmaq istəyir falan. Deyir, nəsə sözlü adam, sənə nə demək istəyirsən, deyir, görüm nədir? Deyir, görsən o köhnə, yox, deyir, gör, nə yaxşı təzə qablar almışam sənin üçün. Baxır, deyir, hə, lap yaxşı, çox yaxşı. Deyir, bilirsən nəyin qarşılığında? Deyir, qalmışdı o zirzəmdə köhnə şeylər. Onları verdim, deyir, bunu aldım. Deyir, arvad sevincək, mənim az qaldı ürəyim yansın. Ki, mən dar günümə çox bahalı bir şeydi, saxlamışdım. Zahiri köhnə idi. Bilirsiniz, nə verdiyini başa düşmür deyə insan qazandığına sevinir, şad olur. Bizim sevincimiz belədir. Biz nə itirib, nələr verib, nə qazanmışıq. Məsələn, 70 yaşı var, sayır qazandıqlarını sevinclidir, əladır. Şükür mənasında demirəm, maddi şeylərə şükür. Yox, bir həyatın nəticəsi bu oldu.
Bir həyatın nəticəsi bilsən nə ola bilərdi? Allah deyir ki, özüm kimi səni edə bilərəm. Özüm kimi. Yəni, sənə elə qüdrət verərəm ki, sən ol desən olar, sənin sözün yerə düşməz. Hara gedib çıxardı bilmir, hesablamır, sərmayəsini bilmir. Oturub oyuncağa sevinir. Bizim vəziyyətimiz belədir. Belə bir haldayıq. İnsan xeyrini, ziyanını ancaq özünü tanıyandan sonra bilə bilir. Bir nəfər küçədə qeyri-adi işlər görürdü. Həzrət Sadiq əleyhissalam keçir, görür ki, cəmaat yığışıb bunun başına. Nə xəbərday bala? Heç də bu qeybdən xəbər verir. Deyir, nə xəbər məsələn? Deyir, filan. İmam Sadiq əleyhissalam deyir, işarə edir, əlində yumurta olur. Bağlayıb da əlini. Deyir, əlimdəki nədir? Baxmadan deyir, yumurta. Deyir, yumurta olmağı təəccüblü deyil, o deyir. Bu yumurta filan yerdedir, bir an içində sənin əlində oldu, necə o mənə təəccüblü gəlir. Bu müsəlman deyil, başqa dindədir. İmam Sadiq əleyhissalam deyir ki, sən buna necə gəlib çatmısan? Deyir, heç nə, özümə müxalif olmaqla. Nəfsimin istədiyinin əksini eləmişəm, bunu əldə eləmişəm. Dinsizdir, nəfslə müxalifətin təbii nəticəsidir ki, bu qüdrət məndə var. İmam Sadiq əleyhissalam deyir ki, müsəlman olmaq istəyirsən, deyir, yox. Deyir, burada da nəfsinin əleyhinə get, ol müsəlman. Prinsipim bu deyil həyatda, istəmirsən, ol müsəlman. Deyir, oldum. Necə olum? Əşhədu ən la ilahe illallah falan. Səhər gəlir ki, ağa, mən daha heç nə görmürəm. Nə yumurta görürəm, nə heç nə. Getdi hamısı. İmam Sadiq əleyhissalam baxır, deyir ki, əldə elədiyin itirdiyindən daha üstündür. Sən İslam əldə eləmirsən. Elə bir yerə çatır insan ki, kəramət də kiçik bir şeydir. Kəramət də balaca bir şeydir. Bu insanın sərmayəsini bildiyi halda, insanın özünə qiymət verdiyi halda gedib çata biləcəyi hədəflərdir. Təqva var, bəzi adamlar var, biz onları başa düşmürük. Fikir vermişsiniz, ehtiyatlı adamlar var. Elə şeylərə fikir verirlər ki, özləri ilə bağlı. Biz deyirik, bu xırdaçılıq eləyir. Niyə görə? Biz özünü tanıyıb, o qədər özünə dəyər verir ki, o qiymətli bir əşya olar, deyərsən bir dənə toz qonmasın, cızılmasın. Qiymətini bilir də, uşağa ver o qaşı, atsın o yan bayana. Amma zərgər bilir ki, bu çox qiymətli qaşdaşdır, bunun üstünə gələk toz da qonmasın, onu cıza bilər. Onu necə qoruyur məsələn? Öz qədrini bilənlər elə ehtiyatla davranır, biz də deyib, bu laf qəlizlik eləyir. Qəlizlik eləyir, səndən şey yoxdur onun. Sənə özünü eləyir. Özü üçün ehtiyat saxlayır. Çünki öz qədrini bilir. Bilib kimdir, nə qədər qiymətlidir. Oxuyuram o gün deyir, quyu suyu haqqında fətva verib, müstəhiddir. Ki, quyu suyu iyi, dadı, rəngi dəyişməsə nəcis olmaz. Fətvanı yazıb, birdən baxıb həyətində quyu var. Oturub fikirləşib ki, bu quyu ki məndə var, dolay yolla mənim psixoloji məndə belə bir təsir ola bilər ki, mən fətvama təsir eləsin ki, özüm işimi rahatlaşdırım. Deyir, təzdən deyir ki, quyunu doldurun torpaqla, bağlayın, təzdən gedir, təhqiq eləyir, fətva çıxardır. Biz deyirik, bekar adamdır da oturub. Amma nədir bunu buna vadar eləyən? Özünə o qədər dəyər verir ki, xırdaçılıq eləyir özü ilə bağlı. Və ondan zövq alır. Amma bunu da yadda saxlayın, özünə tələbkar olan başqalarına çox dözümlü olur. Hava bu mühüm məsələ. O ki, gördün, onun bunun gözünü çıxardır, o görür bir ki, özünü buraxıb o adam. Özünü buraxıb, özü ilə məşğul deyil. Amma o adam ki, görürsən, özü böyüdür, özünə qarşı tələbkardır, həmişə onların birinci xüsusiyyəti budur ki, cəmaata çox güzəşt eləyir. Hiç sıxma boğmaya salmayın adamlar. Aram buraxın. Bu vacib məsələdir. İnsan öz ruhunun qədrini biləndə başlayır belə diqqətli olmağa. Gecə yarı deyir, qapımızı döydü, böyük alimdir, müstəhiddir. O vaxtda telefon yox idi, zəng eləyəsən. Gəlib qapısını döyüb, deyir, açdım, tələbə deyir, mənim ustadım böyük mərcəyi təqlid. Gecə ilə gəlib evimizin qapısını döyür. Soruşdum ki, nə məsələ? Dedi ki, məsələ demişdim sizə, səhv demişəm. Dedim, səhər açılardı, dərsə gələrdi, deyərdim. Deyir, sən səhər açılacağına ümid varsan, mən Əzraildən spravkam yoxdur ki, mən sağ qalacağım ya yox. Birdən indi ölsəm necə olar? Nə üzlə gedim? Hamısı insanın özünə verdiyi dəyərin nəticəsidir ki, özünə qarşı diqqətli və həssas davranır.